Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Hörmətli qardaşlar və bacılar. Bugün İslamın ən mübarək, ən sevimli və ən əziz ailəsi haqqında danışacağıq. Əhl-i Beyt. Əhl-i Beyt sözü ərəbcə ev əhli, ailə deməkdir və Peyğəmbərimiz Mühəmməd sallallahu aleyhi və səlləm ailəsini ifadə edir. Əhl-i Beyt, yəni Peyğəmbər ocağının nuru, onun müqəddəs ailəsi. İslam tarixində bu termin sadəcə bir ailəni deyil, mənəvi saflığın, fədakarlığın və elmin mərkəzini ifadə edir. Başda Həzrəti Mühəmməd sallallahu aleyhi və səlləm olmaqla Həzrəti Əli, xanım Fatimə, İmam Həsən və İmam Hüseyin bu müqəddəs zəncirin ilk həlqələridir. Quran-ı Kərimdə Əhzab surəsinin 33-cü ayəsində Allah Teala buyurur: Ey Əhl-i Beyt! Allah sizdən çirkinliyi, yəni günahı yox etmək və sizi tərtəmiz pak etmək istər. Bu ayə göstərir ki, Uca Allah öz xüsusi iradəsi ilə Əhl-i Beyti hər növ mənəvi çirkinlikdən, günahdan və xətadan uzaq tutmağı, onları bir mənəvi paklıq məqamına çatdırmağı mürad etmişdir. Lakin bu müqəddəs anlayışın əhatə dairəsi haqqında İslam məktəbləri arasında müəyyən təfsir fərqləri mövcuddur. Cəfəri, yəni Şiyə qaynaqlarına görə. Bu ayə birbaşa və yalnız Ali Əbaya, yəni Peyğəmbərimiz, Həzrəti Əli, xanım Fatimə, İmam Həsən və İmam Hüseynə aiddir. Bu məktəbə görə bu ayə onların yüksək mənəvi paklığını və xüsusi məqamını ifadə edir. Sünni qaynaqlarına görə bir çox sünni alimi ayənin nazil olma səbəbini Ali Əba ilə bağlasa da, ayənin kontekstinə, yəni əvvəlki və sonraki ayələrə əsaslanaraq Peyğəmbərin pak xanımlarının da bu ev əhli anlayışına daxil olduğunu qeyd edirlər. Əhl-i Beytin uca məqamı Şura surəsinin 23-cü ayəsində, yəni Məvəddət ayəsində bir daha vurğulanır. D. Mən sizdən Peyğəmbərliyin müqabilində Əhl-i Beytimi sevməkdən başqa bir mükafat istəmirəm. Burada da maraqlı bir nöqtə var. Şiyə təfsirlərində bu sevgi imanın bir şərti və Peyğəmbərdən sonra rəhbərliyin, yəni imamətin ünvanı kimi görülür. Sünni təfsirlərində isə bu ayə bütün müsəlmanların Peyğəmbər nəslinə qarşı dərin ehtiram və məhəbbət bəsləməsinin vacibliyini simvolizə edir. Nəhayət, Ali İmran surəsinin 61-ci ayəsi, yəni mübahilə hadisəsi bu ailənin mənəvi gücünü möhürləyir. Nəcran xristiyanları ilə olan tarixi sınaqda Allah Rəsulu öz canımız dedikdə Həzrəti Əlini, qadınlarımız dedikdə xanım Fatiməni, oğlanlarımız dedikdə Həsən və Hüseyni yanına alaraq meydana çıxmışdır. Bu hadisə hər iki məzhəb tərəfindən Əhl-i Beytin dualarının Allah qatında nə qədər keçərli olduğunun ən böyük sübutu kimi qəbul edilir. Peyğəmbərimiz Mühəmməd sallallahu aleyhi və səlləm sadəcə Quran ayələri ilə deyil, öz mübarək kəlamları ilə da bizlərə Əhl-i Beyti bir necat yolu kimi tanıtmışdır. Bu hədislər əsrlərdir ki, müsəlmanların yoluna işıq tutur. Bunlardan ən məşhuru Səqaleyn, yəni iki ağır əmanət hədisidir. Allah Rəsulu veda haccında və ömrünün son günlərində buyurmuşdur: Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyub gedirəm. Allahın kitabı və mənim Əhl-i Beytim. Bunlar Kövsər hovzunun başında mənə qovuşana qədər bir-birindən ayrılmazlar. Muslim və Tirmizi. Şiyə inancına görə bu hədis Quran və Əhl-i Beytin ayrılmazlığı, onlara itayətin vacibliyi və Peyğəmbərdən sonra rəhbərliyin, yəni imamətin bu xətt üzərində olduğunu isbat edir. Sünni inancına görə isə bu hədis bütün müsəlmanların Quranı rəhbər tutmalarını və Peyğəmbər ailəsinə, onların elminə və sünnəsinə yüksək ehtiram və məhəbbət bəsləməsinə əmr edir. Rivayət olunağına görə Peyğəmbər Əhl-i Beyti Nuhun gəmisinə bənzətmişdir. Mənim Əhl-i Beytim Nuhun gəmisi kimidir. Ona minən necat tapar, ondan üz döndərən isə boğular. Nişaburi, Təbərani və Suyuti. Bu bənzətmə İslam tarixində mənəvi fırtınalardan qorunmağın yolunun Peyğəmbər ocağına sığınmaq olduğunu göstərir. Və nəhayət hər iki məzhəbin eyni dərəcədə əziz tutduğu o məşhur dua. Peyğəmbərimiz Həzrəti Əli, xanım Fatimə, Həsən və Hüseyni əbasının altına alaraq buyurmuşdur: Allahım, bunlar mənim Əhl-i Beytimdir.
onlardan günahı uzaq et və onları tərtəmiz eylə. Müslim və Tirmizi. Əhl-i-Beyt dedikdə bəzi mənbələrdə Ali Əba kimi tanınan 5 müqəddəs şəxsiyyət nəzərdə tutulur. Digər təfsirlərdə isə Peyğəmbərin xanımları da bu anlayışa daxil edilir. Onlar sadəcə bir ailənin üzvləri deyil, bəşəriyyətə nümunə olan 5 fərqli fəzilət məktəbidir. İndi isə gəlin, İslamın bu 5 sönməz nuruna, hər biri bir fəzilət dəryası olan bu uca şəxsiyyətlərə daha yaxından nəzər salaq. 1. Həzrəti Mühəmməd sallallahu aleyhi və səlləm, nübüvvət günəşi. O, bu nurlu ailənin baş tacı, rəhbəri və qaynağıdır. Aləmlərə rəhmət olaraq göndərilən sonuncu Peyğəmbər. Onun əxlaqı Qur'an, yolu isə haqq yoludur. Əhl-i-Beyt məhz onun mübarək nəfəsi ilə formalaşmış, onun tərbiyəsi ilə paklanmışdır. Miladi 571-ci ildə Məkkənin nurlu sabahında Abdullah və Əminə övladı olaraq dünyaya göz açan Allah Rəsulu 40-cı yaşında bəşəriyyəti cəhalətdən qurtaracaq peyğəmbərlik müjdəsini aldı. 23 illik fədakar təbliğat dövründə İslamın təməllərini qoyan Peyğəmbərimiz hicrətin 11-ci ilində, miladi 632-də Mədinə şəhərində fani dünyaya vida etdi. Bugün onun mübarək məzarı Mədinədə, Məscid-ün Nəbəvinin daxilindəki Rəvzə-i Mütəhhərdə yerləşir və milyonlarla qəlbin ziyarətgahıdır. 2. Həzrəti Əli əleyhissalam, elmin və şücaətin qapısı. Peyğəmbər ocağının ən yaxın sədası, Həzrəti Əli. O, Allah Rəsulunun həm əmisi oğlu, həm də əziz qızı Fatimə ilə evlənərək onun kürəkdəni olmuşdur. O, Peyğəmbərimizin ən yaxın səhabələrindən və ailə üzvlərindən biri idi. Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır xitabının sahibi. O, döyüş meydanlarında yenilməz bir pəhlivan, xilafət kürsüsündə isə ədalətin ən kəsrin qılıncı idi. Yetimlərin atası, elmin dəryası və imanın zirvəsidir. Miladi 600-cü ildə Məkkədə Əbu Talib və Fatimə bint Əsədin övladı olaraq dünyaya göz açan Həzrət Əli, İslamın ilk qəhrəmanı və bütün mühüm döyüşlərin yenilməz bayraqdarı idi. İslamın 4-cü Rəşidi xəlifəsi kimi tarixin ən ədalətli idarəçilik nümunələrindən birini sərgiləmişdir. Hicrətin 40-cı ilində, miladi 661, Kufə məscidində ibadət edərkən sui-qəsd nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Mübarək məzarı İraqın Nəcəf şəhərində yerləşir. 3. Xanım Fatimə-i Zəhra radiyallahu anha, cənnət xanımlarının seyyidəsi. Peyğəmbərimizin mənim bir parçamdır dediyi əziz qızı. O, iffətin, səbrin və fədakarlığın ən uca simvoludur. Ata ocağı ilə imamət məqamı arasında qırılmaz bir körpü, İslam qadınının qiyamətə qədər dəyişməz örnəyidir. Peyğəmbərliyin 5-ci ilində Məkkədə Allah Rəsulu və İslamın ilk qadını Həzrət Xədicənin ocağında dünyaya göz açan bu mübarək xanım atasının anası ləqəbi ilə tanınmışdır. O, Peyğəmbər nəslinin davamçısı olan imamların anası və İslamın ən çətin anlarında atasının ən böyük mənəvi dayağı idi. Peyğəmbərimizin vəfatından cəmi bir neçə ay sonra, Hicri 11-ci ildə, miladi 632, Mədinə şəhərində gənc yaşında fani dünyaya vida etmişdir. Fatimənin vəfatı və dəfni ilə bağlı fərqli rəvayətlər mövcuddur. Bəzi mənbələrdə onun vəsiyyətinə əsasən gecə gizlin dəfn edildiyi qeyd olunur. Bugün məzarının dəqiq yeri bilinməsə də, mübarək qəbrinin Mədinədəki Bəqi qəbristanlığında və ya Məscid-ün Nəbəvidə olduğu ehtimal edilir. 4. İmam Həsən əleyhissalam, sülhün və kəramətin rəmzi. Peyğəmbərin Reyhanım deyib əzizlədiyi ilk nəvəsi. O, ağır imtahanlar qarşısında İslam ümmətinin birliyini qorumaq üçün öz haqqından keçən, sülhü də uzaq görənliyi ilə qan tökülməsinin qarşısını alan bir hikmət sahibidir. Onun səbri İslamın yaşaması üçün ən böyük sipər oldu. Hicrətin 3-cü ilində, miladi 624, Mədinə şəhərində Həzrət Əli və xanım Fatimənin ilk övladı olaraq dünyaya göz açan İmam Həsən, Əhl-i Beytin ikinci imamıdır.
Atasının şəhadətindən sonra xilafət məqamına gəlsə də, İslam ümmətinin parçalanmaması və müsəlman qanının tökülməməsi üçün böyük fədakarlıq göstərərək hakimiyyətdən sülh yolu ilə çəkilmişdir. Bu uzaq görən addımı ilə o, tarixdə sülh qəhrəmanı kimi iz qoymuşdur. Hicri 50-ci ildə, miladi 660, Mədinədə zəhərlənərək şəhidlik zirvəsinə ucalmış imamın mübarək məzarı Mədinədəki Bəqi qəbristanlığında yerləşir. 5. İmam Hüseyn əleyhissalam, şəhidlər sərvəri və nəhayət zülmə boyun əyməyən, azadlıq aşiqi İmam Hüseyn. Kərbəla çelində yazdığı qəhrəmanlıq dastanı ilə bəşəriyyətə izzətlə yaşamağın dərsini verdi. O, haqqın batil qarşısında heç vaxt əyilməyəcəyini qanı ilə sübut edən bir fədakarlıq məşəlidir. Hicrətin 4-cü ilində, miladi 624, Mədinə şəhərində Həzrət Əli və xanım Fatimənin ilk övladı olaraq dünyaya göz açan İmam Hüseyn, Əhl-i Beytin 3-cü imamıdır. O, bəşər tarixinə zülmə qarşı ən böyük dirəniş nümunəsi olan Kərbəla qiyamının rəhbəri kimi düşmüşdür. Hicri 61-ci ilin 10 Məhərrəm günü, miladi 680, İraqın Kərbəla çelində az sayda sadiq dostu və ailə üzvləri ilə birlikdə şəhidlik zirvəsinə ucalmışdır. Onun izzətlə ölmək, zillətlə yaşamaqdan yaxşıdır fəlsəfəsi bugün də milyonlarla insan üçün azadlıq rəmzidir. Mübarək məzarı İraqın Kərbəla şəhərində yerləşir. Bu 5 nur tarixin hər bir dönəmində qaranlığa işıq saçmış, bizlərə sadəcə sözlə deyil, əməlləri ilə həqiqi müsəlman olmağın yolunu göstərmişdir. Əhl-i Beyt anlayışı İslam düşüncəsində sadəcə bu 5 müqəddəs şəxsiyyətlə məhdudlaşmır. Geniş mənada bəzi mənbələr və təfsirlər bu mübarək dairəyə digər mühüm simaları da daxil edir. Videonun başında qeyd etdiyimiz Əhzab surəsinin 33-cü ayəsinin fərqli təfsirlərinə əsasən, Peyğəmbərimizin pak xanımları da bu ev əhlinin bir parçası sayılır. Bu məqamda İslamın ilk qadını, Allah Rəsulunun ən böyük dayağı və vəfalı həyat yoldaşı Həzrət Xədicənin adını zikr etmək mənəvi bir borcdur. Nur zənciri bununla da bitmir. İmam Hüseynin soyundan gələn və elmin varisləri olan digər pak imamlar, İmam Zeynal Abidindən Həzrəti Mehdiyə qədər olan nurlu silsilə də bu ailənin davamçılarıdır. Eyni zamanda Kərbəlada vəfa dastanını yazan Həzrət Əlinin oğlu Həzrəti Əbbas və şücaətli qızı xanım Zeynəb kimi uca şəxsiyyətlər də bu müqəddəs ocağın ayrılmaz üzvləridir. Əlbəttə, bu böyük şəxsiyyətlərin hər birinin həyatı ayrı-ayrı dastanlara sığmayacaq qədər dərindir. Biz növbəti videolarımızda onların hər biri haqqında daha ətraflı söhbət açacağıq. Bəs siz ən çox hansı Əhl-i Beyt üzvü haqqında geniş məlumat əldə etmək istərdiniz? Fikirlərinizi rəylərdə bizimlə bölüşün. Unutmayın ki, onların hər biri bu müqəddəs ağacın bir budağı, İslamın isə sarsılmaz sütunlarıdır. Əziz izləyicilər, Əhl-i Beyt, Peyğəmbərimizin sallallahu aleyhi və aləh və səlləmin bizə buraxdığı ən böyük əmanətdir. Onlara sevgi və hörmət bəsləmək əslində Qur'anın nuruna və sünnənin yoluna sarılmaq deməkdir. Uca Allah hamımızı bu müqəddəs ocağın sevgisi ilə şərəfləndirsin və qiyamət günü hər birimizi onların şəfayətinə nail etsin. Amin. Bu videonu bəyənərək və paylaşaraq bu xeyirli məlumatların daha çox insana çatmasına vəsilə ola bilərsiniz. Yeni videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və bildirişləri açmağı unutmayın. Dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür edirik. Allah sizlərdən razı olsun. Və selamun aleykum və rahmetullahi və bərəkatuh.